Salam, hər vaxtınız xeyir olsun, hörmətli televiziya tamaşaçıları. Dünya televiziyasına baxırsınız, Dünya televiziyasının dünya boyda ürəyi var və hər biriniz üçün o ürəkdə bir yer var. Hörmətli izləyicilərimiz, efirimiz canlıdır və Bakı vaxtı ilə saat 15'dir. Bu saatlarda Dünya Televiziyasının efirində üz-üzə proqramı geniş tamaşaçı auditoriyasına təqdim olunur. Sizinlə görüşə tələsirik. Sizinlə görüşə sevinə-sevinə gəlirik. Çünki sizi sevirik. Və bilirsiniz ki, hər zaman da efirimizdə aktual olan, hər birinin üçün maraqlı olan məsələləri müzakirə edirik. Efirimizə dəvət etdiyimiz ziyalılarımız, alimlərimiz, millət vəkillərimiz hər biri həmin mövzu haqqında ətraflı məlumatlar verirlər. Məqsədimiz nədir? Məqsədimiz insanları maarifləndirmək, məlumatlandırmaq, bilmədiklərimizi öyrənmək və öyrətməkdir. Əgər kimsə deyirsə, mən hər şeyi bilirəm demək, o heç nəyi bilmir. Biz də deyirik, baxmayaraq hər gün efirdə nələrsə öyrənirik Aydınxan müəllim, amma hər zaman da deyirik ki, biz öyrənirik. Biz hələ heç nəyi bilmirik. İnsan nə qədər öyrənsə, nə qədər bilsə, onun dünya görüşü daha geniş olar. Onun, belə deyək, danışmağa sözü olar. Efirimizə dəvət etdiyimiz insanlar da hər zaman öz üzərlərində çalışan insanlardır. Mütaliə edən insanlardır. Hər zaman hərəkətdə olan, inkişafda olan insanlardır, ziyalılardır. Azərbaycanımızın ziyalı simalarıdır, aktivistlərdir, ictimai xadimlərdir. Hər birinə Dünya Televiziyasının kamera və mikrofonları vasitəsilə hər birinə təşəkkür edirəm. Yeri gəlmişkən onu da deyim ki, efirimizdə hüquqşünaslar, vəkillər də olur. Onlar bizə hüquqi yardım göstərirlər. Eyni zamanda tamaşaçılarımıza hüquqi yardım göstərirlər. Yəni, qanun nədir? Hansı addımı atsaq, düz addım atacağıq? Ola bilər, misal üçün, mənə dedilər ki, bu belədir, mən elə bilirəm, bu belədir. Belə söhbət yoxdur. Qanun nədir? Bax, odur. Həqiqət odur, seçilən yol odur. Çünki qanun şahdır və biz hüquqi dövlət olaraq qanunu yoluna gedirik. Və eyni zamanda da efirimizdə müzakirə etdiyimiz məsələlərdə də qanuni məsələlərə toxunuruq ki, nə edək ki, qanunlarımızı pozmayaq. Əgər pozdunsa, onda sən cərimə olacaqsan. Cərimə olmaq istəmirsənsə, onda biraz diqqətli ol. Beləliklə, hörmətli izləyicilərimiz, bugünkü proqramımızı açıq elan edirik və qonaqlarımızı çox gözəl tanıyırsınız. Aydınxan müəllim Əbilov, ictimai xadim, təşkilat rəhbəri, prezident təqaüdçüsü, yazıcı, kulturoloq, teleekspert, maşallah o qədər də Aydınxan müəllimin titulu. Aydınxan müəllim, birinci xoş gəlmisiniz. Hər vaxtınız xeyir olsun. İkinci, sizə olan hörmətim sonsuzdur. Təşəkkür ederim. Üçüncü, şəxsən mən sizdən çox şey öyrənirəm. Hər dəfə nəsə danışırsınız, götürürəm. Hətta dəfələrlə olub ki, efir bitib, amma kamera sönüb, amma bizim söhbətlərimiz dayanmayıb. Biz müzakirə etmişik, nələrsə öyrənmişik, əldə etmişik. Buna görə sizə təşəkkür edirəm. Çox sağ olun. Mən də bir sir açım ki, Könül xanım, siz hər dəfə bizi dəvət edəndə ekspert olaraq ya qonaq olaraq mövzuları deyirsiniz ki, məsələn də 5-ci gün tutam çimərlik və yaxud hər hansı bir mövzu ilə bağlı danışacağıq. O zaman mən artıq özümü şagird kimi, tələbə kimi hiss edirəm. Könül müəllimi artıq mənə tapşırıq verib və mən otururam, başlayıram araşdırmağa, oxumağa, analiz etməyə, özümün düşüncələrimi ümumiləşdirməyə ki, sabah verilişə gedəndə Azərbaycanın sevimli vətəndaşlarımıza, Azərbaycanımızın gözəl insanlarına nələrsə yeniliklərlə bağlı fikirlərimizi, mülahizələrimizi söyləyə bilər. Bu çox önəmlidir. Çünki dünya dəyişir, həyat hadisələri, dünyanın və zamanın prosesləri çox sürətlə dəyişir. Dünən adi görünən bir hadisə, sabahsı gün çox fövqəladə bir hadisəyə çevrilir və yaxud əksinə. Və bunun da izahını vermək üçün, bunu da bir ekspert olaraq cəmiyyətdə fikirlərini bölüşmək üçün sən hər gün oxumalısın. Siz də sağ olun ki, Dünya TV eyni zamanda üz-üzə proqramı olaraq, digər sizin apardığınız aktual, DTV aktual verilişi olaraq bizi məcbur edirsiniz ki, biz durmadan oxuyaq, öyrənək, müzakirələr üçün nələr isə deyə bilək. Və yer gəlmişkən, əvvəlki dövrlərə nisbətən biz sizinlə bilirsiniz ki, Sovet dönəmində təhsil almış elə hörmətli bizim digər ekspertimiz də. O zaman bir kitabın dalınca biz Axundov kitabxanasına gedirdik. O kitabın nəşri məhdud tirajla çıxmışdısa və bir başqaları da gəlib orada növbəyə durub onu alıb oxuyurdularsa, bizə o kitabı bəlkə də həftələrlə gözləməli olurdu. Bəli, bəli.
üstəlik də Azərbaycan dilində elmi məhsullar, kitablar, sahəvi elmi araşdırmalar çox az idi, düzdürmü? Amma indi heç bir problem yoxdur. Elektron, məsələn, mənim Kitabxana Net portalının rəhbəriyəm, bilirsiniz də. Orada 17-18 min elektron kitab var. Dünyada milyardlarla kitab var. İndi süni intellekt və xüsusi tərcümə tətbiqləri vasitəsilə istənilən mətni ən azı 80% tərcümə edib ondan tanış olmaq olar. Ona görə də tamaşaçılar tənbəllik etmədən hər gün oxumalı, çalışmalı və gözləməli də bilmək olmaz. Bir də gördünüz ki, Könül xanım hər hansı bir tamaşaçı sizə zəng elədi ki, bir tamaşaçı olaraq gəlin, fikrinizi bildirin, görən nədir və yaxud qoşulun telefonla o qədər olub ki, qoşulun telefonla öz fikrinizi, mülahizələrinizi söyləyin. Çox sağ olun. Telefon dediniz, qaynar xəttimizə aid olan əlaqə nömrəmizi də söyləyək. 055 294 45 41. Təkrar edirəm, 055 294 45 41. Bu bizim əlaqə nömrəmizdir. Qaynar xəttimizə aid olan bir nömrədir. Zəng edin, fikirlərinizi bizimlə bölüşün. Nəzərinizə çatdırmaq istərdim ki, nömrənin WhatsApp-ı da var. WhatsApp 24 saat. WhatsApp 24 saat aktivdir. Amma zəng etsəniz, istər WhatsApp-a, istərsə də telefonun öz nömrəsinə. Yəni zəng etsəniz səhər saat 9-dan axşam saat 21-ə qədər zəng edə bilərsiniz. Çünki telefonlara cavab verən şəxsin də ailəsi var. Yəni o da öz ailəsinə vaxt ayırmalıdır. Bəzən olur, Aydıxan mənim zəng edilə, başa düşürük, problem var, çətinliyə düşüblər. Bax elə biraz bundan öncə də Aydıxan müəllim bir şahiddir, o da öz dəstəyini göstərdi. Bir xanım zəng etdi, dedi ki, efiriniz başlayır, istərdim bu mövzu ətrafında danışım, mən belə bir problemə düşmüşəm, mənə aldadıblar, mənə kömək eləyin. Amma biz bugünkü verilişimiz, proqramımız o mövzu olmadığı üçün biz ona istiqamət verdik və inşallah ki, onun problemi öz həllini tapacaq. Problemi bölüşəndə problemi azalır, sevinci bölüşəndə sevinç çoxalır. Qoy sevinciniz çox olsun. Digər ekspertimiz, dostumuz, əzizimiz Ceyhun Süleymanov, Ailə və Sosial Məsələlər üzrə ekspertdir. Azərbaycan Respublikası Jurnalistlər Birliyinin üzvüdür. Xoş gördük sizi. Sizi də gördüm, çox sevindim. Təşəkkür edirəm ki, gəldiniz. Biz sizə təşəkkür edirik. Hər zaman ictimaiyyəti maraqlandıran mövzuları efirdə səsləndirirsiniz. Biz də öz bildiyimiz bacarıqlarımızdan istifadə edib, maarifləndirmə istiqamətində hər zaman xalqımıza yararlı, yəni maarifləndirici məsləhətlərlə öz fikrimizi bölüşürük və Aydınxan müəllimin sözünə istinadən də deyirəm ki, Aydınxan müəllim də hər zaman ictimaiyyətdə olan aktual məsələləri yenə bizə məsləhət görür və efirdə də həmən istiqamətdə əlimizdən gələn faydalı məlumatları bölüşürük. Bir daha təşəkkür edirik bizi dəvət elədiyiniz üçün. Ceyhun bəy bizim üçün niyə maraqlıdır və tamaşaçılar üçün də niyə maraqlı olmalıdır? Ceyhun bəy bizə nisbətən, siz və mənə nisbətən xalqın içində daha çoxdur. O xalqın hansı problemlərlə üzləşdiyini, hansı çətinliklər gördüyünü, xalqa hansı mənada istiqamət görmək lazım olduğunu çox ayala bilir. Bayaq dediyiniz şəxs zəng eləyəndə Ceyhun bəy dərhal Ceyhun müəllim də reaksiya verdi ki, yəni bu problem tanışdır. Mən alım ki, bu yaxınlarda mənim 2 oğlumla bağlı, maşınla bağlı problem vardı. Mən həmişə kimi yenə dedim ki, Ceyhun əmiyə zəng eləyir. O məsələdə Ceyhun əmi daha yaxşı bilir, nəinki mən. Mən danışa bilərəm müəyyən ədəbiyyat, mədəniyyət və s. Amma texniki məsələləri və hüquqi məsələləri Ceyhun bəy məndən daha yaxşı bilir. Çünki ictimai aktivistdir, jurnalistdir, sayt rəhbərliyində təmsil olunur və qeyd etdiyiniz kimi bu yaxınlarda Azərbaycan Jurnalistlər Birliyində üzvü oldu. Yeri-gəlmişkən bir daha da təbrik edirəm. Və mənim sizə bir sualım var. Hörmətli Könül xanım, siz tamaşaçılara deyirsiniz ki, 9-a qədər zəng eləyin. Siz niyə mənə saat 10-da zəng eləyirsiniz? 23:00-da, 23:00-da. Hətta 10-da yox, hələ 20 dünənləri gecə saat 24-də zəng eləmişəm. Bax niyə zəng eləyirsən? Deyirəm özü sual verim. Mən yatmamalıyam. Ayda yatmısan? Dalbadal da özü də zəng eləyir, əziz tamaşaçılar. Özü sizə deyir ki, çünki Aydın mənim yadıma sal, birdən yadımdan çıxar. Birdən ayıldım ki, zəng eləməliyəm. Zəng eləm götürmür, zəng eləm. Deyirəm, ay bu yatdı, efirə gec-gecə. Əlbəttə ki, bu bir zarafat idi. Biz Könül xanımla bir ailənin üzvüyük. Bəli. Ailəsinin, Dünya TV ailəsinin üzvüyük, Ceyhun bəy. Həm də üz-üzədən də elə ailəvi dostum biz. Bəzən baxın, tamaşaçılar elə bilirlər ki, biz yalnız verilişlərdə danışırıq.
Da bilmirlər ki, verilişdən çıxandan sonra vaxtımız az olur. Ceyhun bəy, mən, Könül xanım tez gedirik ki, bir qutabdan yeyək, bir ayran içək, növbəti başqa işə gedək. Məsələn, dünən biz sizinlə... Bəhanə olur o. Bəli, bax, Bəhanə dünən biz olur. sizinlə İradə xanımın tədbirində idik. Bəli, bəli. İradə Həsənova sizin ekspertim, bizim ekspert dostumuz. Ceyhun bəy rayonda idi, gələ bilməmişdi. Ekologiya palçıqdan danışırdıq. Palçıq vulkanlarından danışdıq. Bəli. Gördünüzmü? Yəni bizim görünən və görünməyən tərəf. Ondan əvvəl Rahim bəy şəhid və qazi ailələri üçün tədbir keçirirdi, bir yerdə Bəli, oradaydı. bəli. Və digər o qədər məsələlər var ki, hər zaman cəmiyyətin içindəyik, cəmiyyətin yanındayıq. Valla bəzən olur qohumlar deyir ki, niyə gəlmirsiniz? Deyirəm, o qədər tədbirlər olur ki, yəni üzürlü sayın. Biz həm televiziyadayıq, həm də cəmiyyətin içindəyik, ictimaiyyətin içindəyik. Tədbirlər biri-birinin ardınca təkrar olaraq söyləyim və İradə xanıma da uğurlar arzulayıram. Çox gözəl, çox səliqəli bir tədbir oldu. Palçıq vulkanları ilə bağlı və aktual bir məsələ idi. Peşəkarlar gəlmişdi. Dünya televiziyasına da təşəkkür elədilər ki, danışırıq bu barədə Siz də özünüz də idi. çıxış elədiniz. Mənim də çıxışım oldu, sizin də çıxışınız oldu. İradə xanıma təşəkkür edirəm və uğurlar arzulayıram və bilirəm ki, o tədbirin də keçirilməsinə, yəni belə deyək, maarifləndirilmə mövzusunda Aydıxan müəllimin İradə xanıma böyük dəstəyi olub, böyük dəstəyi olub. Təşəkkürlər. Və Hacı Ramalın keçirdiyi şəhid qazi ailələrinə bağlı. Rahim bəy. Üzr istəyirəm. Hacı Ramal keçirmişdi. Bəli, bəli. Hacı Rahim bəyin keçirdiyi şəhid və qazi ailələrinə bağlı tədbirdə də iştirak elədi. Allah onlara can sağlığı versin. Ceyhun bəy keçən dəfə biz bir söhbət eləyirdik. Ceyhun bəy danışırdıq. Nəriman Nərimanov da söhbət düşdü. Bilirsiniz ki, Ceyhun bəy Borçalı elindəndir və onun atası da çox böyük işlər görür. Bəli, ziyalı insanlardan biri. Onu davam etdirir bir nəsil olaraq. Xeyirxah, mərhəmət və sosiallaşan bir nəsildir və çox maraqlı bir söhbət getdi. Bunu nə üçün deyirəm? Bizə də aid olduğuna görə deyirəm. Baxın, Nəriman Nərimanov həkim idi, dövlət xadimi oldu, düzdürmü? Siyasətçi idi, ədəbiyyatçı idi, dramaturq idi, ziyalı idi. Bir ziyalının missiyası o vaxtı o idi. İndi bax bu missiyadır. Televiziyada verilişlərdə çıxış etməlisiniz, aparıcı olaraq verilişlərdə qonaqları dəvət edirsiniz, mövzuları təyin edirsiniz və cəmiyyətdə baş verən hadisələrin içində olmaq çox önəmlidir. Bəli. Yəni bizim mən Ceyhun bəyin simasında bizim bütün ekspert dostlarımıza və verilişlərimizə minnətdarlığımı bildirirəm. Biz və görürsünüz ki, necə bizə yaxınlaşırlar, fikirləri söyləyirlər. Biz də bilmədən çox böyük missiyanı yerinə yetiririk. Buna görə bizə pul verilmir ki, düzdürmü? Buna görə bizi kimsə məcbur da eləmir. Yəni Sovet dövründə belə iki dövlət məcbur edir ki, iclaslara get və s. Mirzəla Paşayevin məşhur o iclas qurusu hekayəsini eşitmisiniz də, yəni. Bəli. Amma biz öz missiyamızı əla bilirik. Biz bilirik ki, bu xalq bizi yetişdirib, sizi, məni oxutdurub, təhsil verib. Siz yeri gəlmişək mətbuatın 150 ili ilə bağlı medalla layiq görüldünüz. Mənim özüm, Ceyhun bəy diplomlara layiq görülür. Bu nə üçündür? Xalq bunları görür və təşəkkürünü bildirir ki, sən mənim düşünən beynimsən. Dövlət də bunu görür, dövlət dediyim kimi, xalq da bunu görür və təşəkkürünü bildirir ki, daha da qabağa get. Mənim işim tutalım işləyib vergi verməkdir, amma sənin işin, Ceyhun bəyin işi, mənim işim nədir? Xalq bunu bizə deyir də. Sizin işiniz artıq maarifləndirməkdir, problemi görməkdir, sosial tənqidlə məşğul olmaqdır, dövlətin yanında olmaq, dövlətin qulağı, gözü və dövlətin düşünən beyni olmaqdır. Bu çox önəmlidir. Bir çox ölkələrdə yeri gəlmişəm, bu missiyanı yerinə yetirənlər çox böyük pullar alırlar. Bunlar beyin mərkəzinin adamlardır. Amma bizim Azərbaycan insanında həmişə bu var da. Xalqı üçün, dövləti üçün, digər insanlar üçün yanmaq, ailəsi üçün yanmaq. Bu çox önəmli və 44 gündə biz bunu gördük. 24 saat ərzində antiterror hərəkatında biz gördük və s. və ilə axır. Buyurun Könül xanım. Dünya televiziyasının rəhbərliyi hər birimizə tapşırıb ki, sağ olsun, Namiz. xüsusilə mən öz proqramımdan danışmaq istərdim ki, qeyd olunub ki, mütləq biz efir vasitəsilə insanları məlumatlandıraq və maarifləndirək. Və hər dəfə yeni bir mövzu ətrafında söhbətlər aparaq, müzakirələr aparaq, onun mənfi tərəfini göstərək, müsbət tərəfini göstərək və qanun nə deyir, o yolu da göstərək. Ona görə ki, vətəndaş səhv addım atmasın. Yəni, bu tərəfdən də yol var, digər tərəfdən də, sağdan da, soldan da yol var. Amma bil ki, düzgün yol hansı yoldur və qanun deyən yolla getmək lazımdır. Və Ceyhun bəylə biz niyə həvəslə sizin verilişinizə gəldik və digər bizim ekspert həmkarlarımız bilirsiniz nə üçün? Siz hər şeyi qara görmürsünüz. Hə, gecə də var, gündüz də var. Cəmiyyət, biz kommunizmdə yaşamırıq ki, Azərbaycan dövlətində də, dünyada da, zamanədə də problemlər var. Amma bu problemləri baxış bucağınıza salıb, onu analiz etmək və çıxış yollarını göstərmək,
bu verilişin ən böyük missiyalarından biridir və Dünya TV-yə görə də buna görə çox sağ ol demək lazımdır. Mən yalnız öz sözümü demirəm. Mən yaxınlarda Naftalanda oldum, Şuşaya getmişdim, Xankəndidə, Ağdamda. Hər bir insan yaxınlaşır. Bizim burada səsləndirdiyimiz fikirlərlə bağlı öz fikirlərini söyləyirlər. Deyirlər ki, çox sağ olun. Siz görürsünüz problemi, siz onu qaralayıb bir müxalifətçilik eləmirsiniz. Siz sadəcə deyirsiniz ki, bu problem var. Bu problemin həlli ilə bağlı bizim fikrimizcə bu məsələlər həll olunmalıdır. Yəni, bu çox önəmlidir. Xalqın adından danışırsınız. Amma bir ara yadınızda da bir çox sosial verilişlər vardı. Ancaq qara göstərirdi. Azərbaycan ailəsi belədir, insanlar belədir və s. və ilə axır. Yaxşı ki, onlara stop qoyuldu. Nə üçün? Ki, hər tərəfli göstərmək lazımdır. Bu çox önəmlidir. Aydındır. Yeri gəlmişkən Aydın xanım mənim, siz Naftalan dediniz. İnşallah ki, gələcək günlərdə Naftalan neftindən, Naftalanla bağlı orada olan müalicə proseslərindən də danışalım. Əla olar. Köl xanım, yalnız Naftalan nefti deyil, vulkan danışdı. Bəli. Deməli, vulkanlar, torpaq vulkanları və digər məsələlər. Mən sizə bir söz deyim. Azərbaycanın hər qarışı müqəddəs bir yerdir. Azərbaycanın hər qarışında müalicəvi yerlər var. Azərbaycanın hər qarışında istirahət eləmək üçün, zövq almaq üçün, həyatdan sadəcə nəfəs alıb zövq almaq üçün yerlərimiz var. Məsələn, götürək Qafqaz dağlarından tutmuş Talış dağlarına qədər, Lənkəran ovalığından tutmuş Naxçıvanın Batabatına qədər, Gəncədən tutmuş Qubaya qədər, Xaçmaca qədər. Bu ölkəyə Allah, Tanrı həm gözəl insanlar bəxş edib, həm də gözəl coğrafi şərait bəxş edib. Yalnız Azərbaycanda söhbət getmir. Yəni bizim Cənubi Azərbaycanımız var, Dərbəndimiz var, Borçalı var, Qərbi Azərbaycan var. Fikir verin, bu Qafqaz arealı elə bil ki, Allah cənnəti yaradıb və Azərbaycan xalqına deyib ki, get cənnətdə yaşa. İstirahət elə. Aha. Bu çox maraqlıdır. Get cənnətdə yaşa. Elə yaxşı, elə burada dayandıq. Öncə istərdim, görürsünüz də gözəl studiyadır, bu hava yüksəkdir, müsbət aura var, həyat gözəldir, insan yaşamaq istəyir və sol tərəfə baxıram, siz sağ tərəfə baxırsınız, mən sol tərəfə, həyat qaynayır, yaşıllıq, isti, günəş, gözəldir. Şütüyən bahalı maşınlar, yeri gəlmişlər, bu da bizim vətəndaşlarındır ya. Bəli, bəli. Yəni bir çox ölkələrdə bilirsiniz ki, ancaq varlılar maşın sürə bilir də. Hətta ən inkişaf etmiş ölkələrdə, düzdürmü? Amma maşallah vətəndaşlarımız bizdə Azərbaycanda yoxsulluq səviyyəsi 5%-ə enib. Artıq onun da aşağı enməsi ilə bağlı işlər gedir. Görün, təsəvvür edin, vaxt var idi, nə qədər idi faiz, amma indi çox azar. Mən nəyə görə dedim? Mən bir də bu sözlüyüm mümkünsə, yəni ki, Ceyhun bəy də icazə verər. Buyurun. Kənddə ot çalmaq üçün adam tapa bilmədim. Siz mənə dediniz onu. Və mən məcbur oldum. Yəni ki, bilirsiniz nə üçündür? İnsanlar daha yüksək məvacib verən yerlərə gəlirlər. Məsələn, Bakıya gəlirlər, xarici gedirlər və yaxud iş o qədər çoxdur ki, işçi qüvvəsi çatışmır. Və hər kəs özünə iş tapa bilər. Hər kəs bu həyatdan zövq ala bilər. Hər kəs dünyanın necə gözəl olduğunu görə bilər. Yay gəlir, istilik gəlir, düzdürmü? Bəli, yay gəlib, istidir, gözəl mənzərə, yaşıllıq, günəş. İnsanlara baxırsan, insanların çöhrəsində gülüş var, sevinc var, geyimləri rəngarəngidir. Misal üçün qışda çalışırlar tünd rəngə bürünsünlər, amma belə havalarda, belə fəsildə baxırıq, biri yaşıl geyib, biri qırmızı, biri sarı, biri ağ. Maşallah olsun. Gözəllikdir. Amma biz bu gözəlliyi saxlaya bilirikmi? Bax, bu barədə danışacağıq. Azərbaycanı Allah Taala elə bil ki, siz qeyd etdiyiniz kimi cənnət məkan yaradıb. Cənnətdir bura. Dövlətimiz ölkəmiz üçün əlindən gələni edir. Evlər tikilir, istirahət mərkəzləri tikilir, ağaclar əkilir, ekologiyanın təmizlənməsi üçün parklar salınır, uşaqların əylənməsi üçün məkanlar var, hər şey var. Allah Taala dövlətimizi qorusun. Amin. Bəs biz vətəndaş onu qoruyub saxlaya bilirikmi? Qarşıdan yox, yaydır, artıq çimərlik mövsümü başlayır və biz üz tutacağıq çimərliyə. Çimərlik deyəndə, yəni tək Xəzəri nəzərdə tutmayaq da. Burada çaylar da var, yəni rayonlara gedirik, görürük, dağ çayları var, Lənkəranın özündə olan çaylar, orada da olmuşuq dəfələrlə. Qubada olan və s. Bəli, bəli. Özdə bu illər maşallah su da ki bol oldu, yağış bol oldu. Aha, bəli. Su da bol oldu, çayların o səviyyəsi də biraz qalxdı. Azərbaycanda Ərdəbildə bilirsiniz də Ürmiyə gölü vardı. Ürmiyə gölü qurumuşdu. Və ya Hacıqabul gölü qurumuşdu, düzdürmü? Amma o qədər Allah bizə lütf göstərdi ki, Ceyhun bəy, yağış yağdı, Ürmiyə gölü də doldu.
Hətta flamingolar var, çəhrayı rəngdə, o az-az tapılan qırmızı kitaba düşən. Onlar həm də deməli Salyanla Biləsuvarın arasında yaylağa gedəndə, qışlağa gedəndə gəlirlər orada bir neçə həftə qalırlar. Həm də Ürmə gölündə də görsəndir. Bu artıq həmin o cənnətin quşlarıdır. Bəli, bugün biz çimərlikdən danışacağıq. Çaylarımızdan, göllərimizdən, Xəzərimizdən və bu gözəlliyi biz qoruyub saxlaya bilirikmi? Əgər səhvlərə yol veririksə, qoy belə deyək, səhvlərə yol veririksə, nə edək ki, o səhvləri təkrarlamayaq. Valideyn olaraq mən o səhvi etsəm, dəqiq bilirəm ki, mənim övladım da o səhvi edəcək. Çünki deyəcək, ana elədi. Səhv olsaydı anam eləməzdi və yaxud atam eləməzdi. Ona görə də biz nə etməliyik ki, o səhvlərə yol verməyək. Dövlətimiz bizim üçün, sağlam yaşamamız üçün, gözəl, rahat yaşamamız üçün hər bir şəraiti yaradır. Tək Bakıda yox, Azərbaycanın bütün bölgələrində, Qarabağımızda gedən yenidən qurma işləri göz önündədir. Cənab Prezidentin bölgələrə səfərlərini biz görürük. Hər səfəri bir yenilikdir. Hər səfəri bir gözəllikdir. Hər səfəri hansısa bir, belə deyək ki, məkanın, idarənin açılışıdır. Bunlar hamısı inkişafdan xəbər verir, iqtisadi inkişafdan xəbər verir. Azərbaycana dünyanın bir çox ölkələrindən turistlər gəlir. Bəli. Bundan əlavə dövlət rəhbərləri gəlir, dünya ölkələrinin liderləri gəlir və hər birinin də Azərbaycandan ayrılandan sonra elə istər ictimai xadimlər olsun, rəsmilər olsun, jurnalistlər olsun, hərbi ateşələr olsun, fərqi yoxdur. Biz onların müsahibələrini izləyirik. İndi məsəl üçün mən indi kim əlimə düşdü, belə deyim də gözümün qabağında onların hamısı müsahibəsini oxuyuram. 1 deyil, 2 deyil, 10 deyil, çoxdur. Və nə görürəm? Deyirlər, Azərbaycan çox gözəl bir ölkədir. İsti bir ölkədir. İnsanları da havası kimi istidir. İstidir, qonaqpərvərdir. İstiqanlıdır. İstiqanlıdır, bəli. Bax, dünya ölkələrindən gələn insanlar bu fikirləri söylüyor. Fərqi yoxdur. Bu liderdir, jurnalistdir, hərbçidir, fərqi yoxdur. Bax, biz buyuq. Buyuq. Və yenə də qeyd edirəm, ölkəmizdə hər bir şərait var. Vallahi gedirik, misal üçün Cənub bölgəsinə gedirik. Ay Allah, hər yer gözəl. Oksigen bolluğundan bəli, adam Qubaya gedirik həmçinin. Goranboya gedirik həmçinin. Yəni yayda hamı biz düzdür, xarici ölkəyə getmək yaxşıdır, amma elə gəlin öz xeyrimizi öz ölkəmizə qoyaq da. Bəli. İstirahət mərkəzləri var. Bu bizim iqtisadiyyatımıza da xeyirdir. Yəni elə biz öz ölkələrdə getdiyimiz ölkələrdə də buna oxşar məkanlardır. Sadəcə olaraq ölkələrin adı dəyişilir. Bəli. Düzdür Aydın xanım? Bəlkə mən səhv edirəm. Getmək lazımdır, yaxşıdır. Amma birinci evin içi, sonra evin çölü. siz gedirik deyəndə daha çox Ceyhun bəyə baxırdınız və düz deyirdiniz. Çünki Ceyhun bəy tez-tez gedir. Yerikdən tutmuş Qubaya qədər həm özü, həm ağsaqqal, ata-anasını götürür, həm də uşaqları götürür, xanımını götürür, gedir, gəzir. Ceyhun bəy, nədir bu sevgi? Aha, birinci elə Ceyhun. Başa düşürəm, hələlik maşınla Gürcistana getmək olmur, amma gözünüz aydın qatar açıldı. Amma qatardan artıq getmək olur. Təyyarə ilə getmək olur. İnşallah bu yaxınlarda yəni ki, maşınlarla da getmək olar. İlk öncə bu efirdən istifadə edib Könül xanımı ad günü münasibətilə təbrik edirəm. Mən də deyirəm, Könül xanım nəyi vurğulamaq çox istəyirəm? gözəl bir gün Nəyi göstərir. vurğulamaq istəyirəm? Ümumiyyətlə Könül xanım Çox sağ ol. bayaqlar yəni çıxışında da vurğuladı ki, işimizin çoxluğundan əlaqədar olaraq qohum-əqraba ilə də o qədər əlaqə saxlamaq olmur, onlarla vaxt keçirmək olmur və bunu vurğulamaq istəyirəm ki, xüsusilə həqiqətən bu Könül xanım öz ad günündə ictimaiyyətlə keçirdi, konsert tədbirində keçirdi. Yəni bu, yəni nəyi vurğulamaq istəyirəm? İstirahət gözəldir, istirahət belə deyək də, ümumiyyətlə biz insanlar öncədən, əvvəlcədən pulu qazanırıq, özümüz üçün, yəni gələcəyimizi qurmaq üçün, nəsə özümüzə bir şərait qurmaq üçün. Məsələ burasındadır, biz bu pulu qazanırıq, sonra isə səmərəli şəkildə öz istirahətimizə vaxt ayırmırıq, sonda isə bu puldan öz səhhətimiz üçün xərcləyirik, həmin puldan öz səhhətimizi düzəltmək üçün xərcləyirik. Gəlin eləyək ki, bu istirahətimizdir, öz səhhətimizdir, eləyək ki, bərabər şəkildə tənzimləyək ki, o yığdığımız pullar ki var, yəni istirahətlə də paralel şəkildə bunu addımlayaq.
Və sizin sözünüzə qüvvət bu insanlara, yəni biz də insanların bir hissəsiyik. Yəni biz olaraq bir nümunə gətirim. Siz bilirsiniz ki, bizim hörmətli Leyla xanım Əliyevanın xüsusi insanlar üçün dəniz kənarında ideya, ictimai birliyi, xüsusi çimərlik var. Bütün istiqamətlərdə var. Həqiqətən bu pulsuzdur, ödənişsizdir. Hər bir şəraitdə var. Ödənişsizdir. Orada xüsusi o skameykalardır, hansı ki oturacaqlardır və stullardır, hamısı təmənnasız, ödənişsiz şəkildə. Duş da var orada. Duş da var. Yəni bu əla bir şeydir. Yəni amma insanlarımızın müəyyən, yəni hamıya təbii ki, şamil eləmək olmaz. Müəyyən insanlar baxırsan ki, o istifadə elədiyi o nemətlərdir, yeməklərdir, elə oradaca atırlar. Amma hər hansı orada qablar, xüsusi qablar yaradılıb ki, o qablardan istifadə eləməli. Tullantıları ora atmaq lazım. Yəni bugün biz gediriksə o çimərliyə, sabah bizim qohum əqrabamız özümüzkülər istifadə edilir. Və eyni zamanda da belə deyək də, sizin sözünüzə qüvvət, bölgələrimizdə də istirahət zonaları, göllərimiz olsun, çaylarımız olsun, həqiqətən də xüsusi insanlarımız üçün şərait yüksək səviyyədə. Məsələn, üzr istəyirəm, Lənkərani misal gətirdiniz. Mən Lənkəranda bir 20 il bundan öncə getmişəm, ilk öncə. Orada getmişik, xüsusi dağda var, məsəl üçün, isti su, təbii, gözünlə görsənir, yəni heç bir avadanlıq quraşdırılmayıb. Təbii ağacın kökünün altından baxırsan, isti su gəlir. Burada da xüsusi vannalar düzəldilir və insanlar da orada çox təbii bir şəraitdə ondan istifadə edilir. Yəni bunun qədrini bilmək lazımdır. Yəni orada xüsusi necə deyim, qondarma bir şeylər yəni quraşdırılmayıb. Hamısı təbiidir və buna baxmayaraq da bizim insanlarımız bizə Allah Taala'nın verdiyi bu nemətlərdən gərək səmərəli şəkildə istifadə edilək ki, yəni necə deyim, o bizdə bir misal var, deyir o su gələn yerə nəsə tıxamaq lazım deyil də. Bəli, Ceyhun bəyin fikrinə qüvvət deyirəm, çox maraqlı bir nüansdır. Qoy Ceyhun bəy fikrini bitirsin, biz reklamlara ayrılacağıq. Sizin fikirlərinizə tam reklamlardan sonra. Siz fikrinizi bitirin. Və fikir olaraq da onu demək istəyirəm ki, insanlarımıza da səsləndirəm ki, həqiqətən də bölgələrimizin, hər bölgəmizin özünə xüsusi, özünə məxsus adət-ənənələrindən yanaşı və ilahinin bizə bəxş elədiyi təbii sərvətlər, nemətlər var. O nemətlərdən də yəni özümüzə uyğun şəkildə istifadə eləyək ki, yəni o bizim gələcəyimizə də, gələcək nəsillərə də həmin o belə deyək, qoruyub saxlayaq həmin o bizim təbiətin bizə bəxş etdiyi nemətləri ki, yəni gələcək nəsillər də ondan səmərəli şəkildə istifadə edə bilsin və bu da bizim gələcək nəslinin sağlam şəkildə böyüməsinə və təbiətimizin qorunmasına və ekologiyanın çirklənməməsinə görə də hər bir şəxs, bayaqlar efir öncəsində söhbət oldu, tütündən istifadə edib lazımsız şəkildə atırlar o meşələrimizin məhv olmasına və əsas da yay vaxtları baş verir, o meşə yanğınlarının səbəb olmamasına gərək hər şəxs özünə riayət eləsin, yəni ki, hərəkətlərinə diqqət eləsin. Təbiətin də öz xüsusi qayda qanunları var, ona uyğun hərəkət olunmalıdır ki, yəni ki, bizim belə deyək də, ekologiyamız korlanmasın, hansı ki, tullantı məhsullarıdır, hansı ki, o müəyyən xoşa gəlməz hadisələrin baş verməməsi üçün hər bir şəxs özünü təbiətə uyğun, necə deyim, formalaşdırıb, elə də, yəni, belə deyək, sözün əsl mənasında təbiətimizi qorumaq lazımdır. Bu təbiətlə qidalananın bizik. Bəli. Biz xoşbəxt insanlarıq ki, Azərbaycanda da olmuşuq. Çünki Azərbaycan torpağı zəngin bir torpaqdır, varlı bir torpaqdır. Dünya ölkələrinə baxanda Azərbaycanda olan o zənginliklər o ölkələrdə yoxdur. Çox ölkələrdə yoxdur. Bəli. Və onu biz qoruya bilirik kimi, ekologiyamızı saxlaya bilirik kimi, təmizliyini saxlaya bilirik kimi. Sabah biz xəstələnəndə, özümüz xəstələndə, biz kimdəsə günah axtarmamalıyıq. O xəstələnməyin səbəbi elə biz özümüzük. Ona görə də çox gözəl dediniz. Əgər bu pulu mən qazanıramsa, il boyu işləyirəm, pulu niyə dərmana verim?
Elə verim, gedim bir dənə gözəl dilbər güşələrin birində istirahət edeyim ailəmlə, havam dəyişsin, insanın orqanizmi nəfəs alsın, canlansın, özüm də biraz da cavanlaşım. Pozitiv enerji alım. Pozitiv enerji alım. Niyə də olmasın? Niyə? Söhbətimizi davam etdirəcəyik. Gözəl Azərbaycanımızdan danışacağıq, amma reklam fasiləsindən sonra bizi izləyin, üz-üzəyə baxın. Reklamlar bitdikdən sonra hörmətli Əbilova sözü verəcəm, Aydınxan Əbilova, və onun fikirləri də hər birimiz üçün maraqlı olacaq. Üz-üzəyə baxırsınız, reklamlar bitdi, söhbətimizi davam etdiririk. Aydınxan Əbilov, növbəti sözü sizə vermək istərdim. Biz çimərlikdən danışırıq. Çimərlik deyəndə üzr istəyirəm, biz bir anlığa Xəzər düşürür ki, söhbət Xəzərdən gedir. Amma tək Xəzərdən yox, çaylardan və göllərdən gedir. İstərdim bu mövzuya toxunaq. Elə Bakımızdakı olan o göllərdən bəzi göllər qurudulur, bəzi göllər niyə qurudulur, bunun təmizlənir. Yəni gəlin bu barədə də danışaq. Eyni zamanda Olimpiya stadionunun yanındakı olan o gölün təmizlənməsi, o da çox gözəl bir haldır. Yasamaldakı olan gölün təmizlənməsi, onun da şahidi olduq, o da gözəl bir haldır. Bax, istərdim göllər, çaylar, çimərlik zamanıdır, nə edək və efir vasitəsilə hansı mesajları verək ki, vətəndaş oturduğu yerə hörmətlə yanaşsın? Təşəkkür edirəm. Mən amma ilk əvvəl istəyirdim ki, ilk və əvvəlcə istəyirəm ki, Ceyhun bəyin dediyi bir məsələni davam etdirim, sonra sizin sualınıza cavab verərəm. Ceyhun bəy çox düzgün buyurdu. Heydər Əliyev Fondunun vitse-prezidenti, eyni zamanda İdeya Beynəlxalq Ekologiya Təşkilatının rəhbəri Leyla xanım Əliyeva Azərbaycanda bir çox ekoloji və insanların, cəmiyyətin, xüsusən də yeni nəslin inkişafı ilə bağlı layihələrə imza atıb. Bilirsiniz ki, nümunəvi məhəllələr salınır, kiçik parklar salınır, şəhid güşələri salınır. Bunlar hamısı İdeya Təşkilatının xətti ilə edilir. Amma çimərliklərlə bağlı İdeya Təşkilatının apardığı bu siyasət çox unikaldır. Biz ilk başda elə gəlir ki, çimərliyi təmizləmək insanların əylənməsi üçün, istirahəti üçün xüsusi bir küşə ayrılıb. Çünki bilirsiniz ki, bir müddət bir boşluq vardı, işbazlarımız, biznesmenlərimiz istifadə etdi, bütün dəniz qırağının əsas yerlərini tuturdular və pullu çimərliklər təşkil edildi. Bu da lazımdır, yəni olmalıdır, alternativ olmalıdır. Ona görə də Heydər Əliyev Fondu və İdeya Təşkilatı xüsusi çimərliklərin, pulsuz çimərliklərin, sosial çimərliklərin salınması və əhalinin az təminatlı və xüsusən də kasıb təbəqəsinə ümumiyyətlə geniş cəmiyyətdə təqdim etməsi ilə bağlı layihələr işləməyə başladılar. Bu yalnız Bakı və Abşeron zonasında deyildi, hətta Quba tərəfdə də vardı, cənub tərəfdə də bunlar işlənilir, hazırlanır. İlk baxışdan bu belədir, digər tərəfdən nədir? Bizdə yeni çimərlik mədəniyyəti formalaşdırılmağa başlanıldı. Çimərlik mədəniyyəti deyəndə yalnız insanların gedib dənizdə çimməsi, istirahəti, orada yeyib içməsi yox, həm də çox maraqlı digər nüanslar var. Məsələn, bilirsiniz ki, yayda hava isti olur. İnsanlarımız isti olan vaxtı mənzilləri çox, hər kəs öz yatdığı otağı, özdə indi bir mənzildə 2 otaq, 3 otaq varsa, hərəsi bir otaqda yatır. Kondisioneri başlayırlar işə salmağa, düzdürmü? Mobil telefonları deməli enerji toplamaq üçün qoyurlar, televizor işləyir orada, burada yemək bişirmək üçün elektrikdən istifadə edilir, qazdan istifadə edilir. Bütövlükdə bu havanı ağırlaşdırır və oksigeni azaldır. Ümumiyyətlə ekologiya mənfi təsir edir. Baxın, o çimərliklərin açılması yayda, axşam və hətta gecə həyatını səmərəli keçirmək istəyən, evdə özünü həbs etmək istəməyən insanlar üçün unikal bir şərait yaradır. Onlar evdən çıxırlar, gəlirlər çimərlikdə, ailəlicə orada istirahət edirlər, çünki orada şərait var. Buna görə işıqlar yanmır, buna görə kondisioner işləmir, düzdürmü? Geniş mənada görün nə qədər böyük şeyləri fikirləşilir. Və bunu düşünmək üçün əlbəttə ki, Heydər Əliyev Fondu və İdeya Təşkilatı həm beynəlxalq təcrübələrdən çıxış edirik, həm də bu ideyaları ki, biz televiziyalarda veririk, onlar götürürlər, cəmləşdirirlər, beyin mərkəzləridir. Bunlar ölkəmizin ən böyük beyin mərkəzlərinin həm rəhbərləridir, həm işləyirlər və bunları fikirləşirlər. İndi qayıdaq sizin suallarınıza. Ortalama 50-100-ə yaxın vaxtı ilə Abşeron və Bakıda bilirsiniz ki, yarım səhradır, göllər olur. O göllərin bir çoxları təbii yolla toplanmış sular vardı. Bir çoxları süni yaradılmış. Məsələn, burada elə sizin studiyanın yerləşdiyi yerdə binaların arxasında
daş karxanası vardı. Bizim rejissor, hörmətli rejissorumuz bilər, o yaşlı nəsil nümayəndəsidir. Orada daş çıxarılırdı. Sonra orada su yığılmağa başladı. Çox dərin bir göl yarandı. Düzdür, onun bir gölü orada qurutdular, orada yaşayış binası tikdi, amma bir digər göl saxlanıldı. Və bu tipdə bundan iri yekə, bilirsiniz ki, Böyük Şor gölü var, Qanlı göl var, Masazır gölü vardı və s. və ilə axır göllər vardı. O göllər Azərbaycanın paytaxtını səhralaşmağından qoruyurdu. Bu bir. Ağacların yaşıl qalmağını qoruyurdu bu iki. Üstəlik kanalizasiya o vaxt ki yox idi. Təbii yolla kanalizasiya sularının ora axıtılması, orada nisbətən təmizlənib, sonra o sudan istifadə edilməsi və yaxud dənizə axıtılmasına kömək edirdi və ən əsası şəhərin havasını, rütbətini saxlayırdı. Təəssüf olsun ki, xaotik bir dövrdə bunların bir çoxları quruduldu. İndi sayı 30-a yaxındır göllərin və dövlət artıq stop qoyub bu məsələyə. Dövlət başçısı tərəfindən xüsusi sərəncam verilir. Bilirsiniz ki, böyük şəhərlərin su kanalizasiya idarələri adında qurum da yaradıldı və suyun idarə edilməsi, suyun qənaət edilməsi, göllərin qurudulmaması ilə bağlı xüsusi normativ aktlar qəbul edildi. Və indi çox yaxşıdır ki, İlham Əliyev cənablarının birbaşa sərəncamı ilə Olimpiya stadionundakı böyük göl, yəni Böyük Şor gölü iki hissəyə bölündü. Bir hissəsi artıq park kimi salındı, təmizləndi. Çox gözəl. Unikal bir yerdir. Ceyhun Bəygilin məhəlləsidir. İndi mən bayaq soruşanda Ceyhun müəllim dedi ki, bəli, ailəmlə, ata-anamla hərdən gedir, orada istirahət edir. Unikal bir yerdir. Orada idman yarışları da təşkil olunur, bilirsiniz. Voleybol oynamaq olar, siz orada istirahət edə bilərsiniz, piknik edə bilərsiniz. Və ikinci hissəsi mən təklif edərdim ki, imkan varsa, biz çimərlik deyəndə yalnız Xəzər dənizini nəzərdə tutur. Amma Xəzər dənizinin özünün də qurulma prosesi gedir də, sular artıq buxarlanır çox sürətlə. Sabah biz elə bilmirik ki, Bakıdan neçə kilometr o tərəfə dəniz gedəcək. Bunu bilmirik dəqiq. Amma əlimizdə olan resurslar var da, yağış sularından tutmuş, kanalizasiya sularını təmizlənib, şirin su olaraq həmin böyük gölə yönəltmək və digər Qanlı göl və digər göllərə, onların bir çoxlarını həm də çimərlik kimi istifadə etmək. Bu çox unikal bir hadisə ola bilər. Həmin sular təmizlənəndən sonra, xüsusi filtrizasiya keçəndən sonra və kanalizasiya suları qəti idarə ediləndən sonra, ora axıdılmayandan sonra və yaxud təmizlənəndən sonra orada niyə indi biz gedib məsələn çoxlu pul verib hovuzlarda çimirik də, düzdürmü? Niyə də təbii hovuz olaraq o göllərimizdən istifadə etməyək? Biz bilirsiniz ki, bir çox Bülbülə gölü var və bir çox göllər var. Məsələn, Sədərət Ticarət Mərkəzinin yanında göllər vardı. Təəssüf olsun ki, onların bir çoxları quruduldu, amma qəti olmaz. Siz gölləri qurudacaqsınız ki, Könül xanım. Masazırda su basma nə üçün baş verdi? Niyə Zirədə və digər yerlərdə olmur, məhz orada olur? Niyə tutalım deyək ki, Zabratda evləri su bastı, bir balaca yağış yağanda? Çünki o təbii göllərin yerində tikilmişdi, qurudulmuş. Yerində tikilmiş binalardır, məhəllələr salınır. Və ona görə də təbiətlə oynamaq olmaz. Həmin gölləri biz çimərlik kimi istifadə edə bilərik. Amma ən önəmlisi bizim sərvətimiz əlbəttə ki, Xəzər dənizidir. Əlbəttə ki, təbii göllərimizdir. Göygöldən tutmur, Xanbulan çayının yaradılmış Sünni Dəryəçəyə qədər. Və Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gələn vaxtı, ondan əvvəlsə birinci dəfə hakimiyyətə gələn vaxtı bilirsiniz nə qədər göllər yaradılıb. Cəlilabaddan tutmuş Astaradan, Masaldan tutmuş Naxçıvana qədər. Gəncəbasardan tutmuş, düz ondan əvvəl Mingəçevirdə salınmışdı, amma digər rayonlara qədər. Nə qədər göllər, dəryaçalar, su hövzələri və gölməçələri salınıb ki, həm kənd təsərrüfatında istifadə edilsin, həm də əhalinin istirahətinə xidmət etsin və bunların bir çoxları doğrudan istifadə edilir. Və bu bütövlükdə götürəndə, məsələn, bizim niyə Araz və Kür çayının yalnız Mingəçevirdə olan hissəsi çimərlik kimi istifadə olunur? Düzdür, bizim əhalinin bir çox uşaqlar zada gedib çimirlər, bəzən nəzarətsizlikdə onlar batırlar da. Amma həmin çayların keçdiyi rayonlarda, kəndlərdə niyə çimərliklər, ictimai çimərliklər düzəldilməməlidir və insanlar ondan istifadə etməməlidirlər. Və bu baxımdan da unikal olan Xəzər dənizi, indi biz sizinlə bayaq danışırdıq, siz mənə xatırlatdınız ki, Xəzərin çox qəribədir. Bakı və Abşeronun qumsallığı və qumu tamam fərqlidir. Bilirsiniz də qızılı rəngdədir və dünyanın çox az ölkələrində var. Tərkibində qızıl və gümüş var. Yeri gəlmişə qızıl və gümüş də ən bahalı metal olsa da həm də insan orqanizmi üçün çox vacib olan metallardır. Siz orada gedib quma yayda, əlbəttə ki, saat bilirsiniz də yaxşı olar ki, səhər tezdən 4-dən günəş oyanmamış, günəş çıxmamış, siz getməlisiniz, yod qəbul eləməlisiniz. Saat 11-ə qədər, indi 11-ə qədər artıq
orada istirahət edə bilərsiniz. Bir də saat 4-dən 4-dən sonra. Yaxşı olar ki, 5-dən sonra, çünki hərarət qalxır, 5-dən sonra istirahət edə bilərsiniz. Lənkəran tərəfində çox qəribədir, gümüşü rəngdə qumlardır və Quba tərəfdə, məsələn də Xaçmazda tamam fərqli, Siyəzəndə tamam fərqli qumsallıqlar var. Və bunlardan biz lazımınca istifadə edə bilirmi? Daxili turizm, ekoturizm, dəniz turizmi, çimərlik turizmi bizdə inkişaf edirmi? Biz uşaqlarımızı niyə hovuzda, xlorlu suda çimizdiririk, amma dənizin təmiz suyunu aparmırıq? Və burada təcrübədə, Cəmək, siz yəni ki, görmüşsünüz, Türkiyədə, İstanbulda vaxtilə Mərmərə dənizi və Qara dəniz pis gündə idi. Xəzər dənizindən də ekoloji cəhətdən bərbad gündə idi. Amma indi orada baxırsan, elə ki, saf su, elə təmizlənib, elə qayda-qanunlar qoyublar ki, orada heç nə atmaq olmaz. İndi Xəzərdə biraz vəziyyət başqa elədir. Burada bilirsiniz də, qapalı bir dənizdir. Burada müəyyən çətindir. Amma biz də ona getməliyik. Buyurun. Aydın xan müəllim vurğuladı. Əlbəttə, dövlətimizdə bir çox islahatlar gedir. Yəni ki, təbii sərvətlərimizin qorunması. Buna misal olaraq, deməli, bizim göllərimizin həqiqətən qorunması, yəni bu dövlətin əsas siyasətlərindən biridir və bu baxımdan da mən əlavə eləmək istəyirdim ki, bizim bu göllərdən biri də Zığ gölü var. Hansı ki, o təbii palçıqdan o palçıq vulkanları da var. Palçıq vulkandan xüsusi o insanın sağlamlığı üçün hələ xarici ölkələrdən oradan gəlib palçıq vannası qəbul edirlər və nəticə olaraq da, yəni bu bizim həqiqətən də Allahın bizə verdiyi ən böyük sərvətlərdən biridir və buna baxmayaraq da mən onu vurğulamaq istəyirdim ki, əvvəllər bir 20 il bundan, 30 il bundan öncə bütün şəhər əhalisi bulvar deyəndə elə bir dənə park bulvar elə bizim dəniz kənarı. Ancaq indi bütün rayonlarımızda deyək, Bakının daxili rayonlarında, bax, Bakıxanov olsun, bizim Böyükşor gölü ətrafı olsun, Binə qəsəbəsində xüsusi bir dənə göl var, balıq gölüdür. Şəxsən orada mən özüm olmuşam. İnsanların istirahəti üçün xüsusi bir dənə orada təbii şəraiti var ki, həqiqətən Zirə parkı, elə Leyla təşəbbüsü ilə açılmış ekoloji park. Bu əlbəttə insanların həm belə deyək, tıxacın aradan qaldırılması üçün də çox əla fikirləşib ki, hər bir insan şəhərin mərkəzinə axışmırlar. Yəni Nizami rayonda olsun, bizim Heydər Əliyev parkları var, iki dənə park var. Xüsusilə icra hakimiyyəti orada xüsusilə dünən də və 15 iyun bizim Milli Qurtuluş Günü münasibəti ilə də orada xüsusi tədbir, konsert tədbiri keçirdi və insanların həqiqətən də ora axışmağı, elə bir ki, şəhərin mərkəzi də ora. Yəni bu, həqiqətən də insanlarımızın səmərəli şəkildə istirahəti üçün çox gözəl bir planlı şəkildə qurulmuş insanlara xidmətdir. Və insanlarımız da gərək bizim o xüsusi, hansı ki, məhəllə daxilində də salınmış parklardan da görürsən ki, insanlar heç belə deyək də lazımınca istifadə edir. Öz yaşadığı ərazini tərk eləmədən elə öz həyat bacasında hansı ki, karusellərin quraşdırılması və yaşıllıqların salınması, hamısı insanların sağlamlığı üçün, insanların təmiz, necə deyim, hava qəbul edilməsi üçün da bundan artıq bizə nə lazımdır? Yəni, çox yüksək səviyyədə həqiqətən rayon icra başçıları da həqiqətən məhəllələrə də baxırsan ki, diqqət və qayğı göstərilir və bunun nəticəsi də olaraq biz insanların əlindən də gəlir ki, gərək biz onları qoruyub saxlayaq. Cəmin bəyin fikrinə dəstək olaraq yadıma gəlir, bəzən insanlar baxırlar, bizim səsləndirdiyimiz mülahizələr, fikirlər, gətirdiyimiz faktlara qəribə baxırlar. Amma yadıma bir hadisə düşdü. İsa Qasımova qonşu kanalların birində veriliş aparırdı, səhər verilişi. Orada söhbət düşdü. Həmin o milli park, yəni indi dənizkənarı bulvar, yadınızdasa bütün paytaxt və paytaxt ətrafı kəndlərin gəlib istirahət elədiyi bir yer idi. Mən orada bir təklif eləmişdim. Demişdim ki, bəzən etirazlar olurdu ki, parkda niyə gənclər görüşürlər, qucaqlaşırlar, öpüşürlər və s. Mən dedim ki, gəlin belə eləyək də, həmin parkı biz sektorlara bölək. Yaşlı insanların istirahət elədiyi yer, sevgililərin istirahət elədiyi yer, uşaqların istirahət elədiyi, ailəli insanların. O qəribçiliyə salınmışdı. Amma illər keçdi ki, onun xanım, siz də bax indi gülümsəniz. İllər keçdi. Artıq bizim, sizin dediyiniz kimi, paytaxtın hər yerində ayrı-ayrı, nəinki parklar, istirahət mərkəzləri, həm də sevgililər adında bilirsiniz ki, 2 parkımız salındı. Yəni bir insan bir sevgilisi ilə gəzmək istəyir, söhbət eləmək istəyir, tanış olmaq istəyir.
dünya görüşünü bilmək istəyir, daxili mədəniyyətini tanımaq istəyir. Bu harda etməlidir bunu? Bir parkda gəzən yerdə. Düzdürmü? İndi özü də sürətli əsrdir də, yəni hər vaxt insanlar görüşə bilmirlər, vaxt azdır, müəyyən mənada işləyirlər və s. və ilə axır. Baxın, həmin 15 il bundan qabaq dediyimiz ideya artıq reallaşdırıldı. Və bu baxımdan da, bax, indi dediyimiz ideyalarda vaxt gələcək ki, onsuz da sürətlə bunlar olur. İndi mənim eşitdiyimə görə, yaxşı olar ki, orada artıq süni çimərliklər də sansın. Yadınızdadır, Bakıda biz uşaq olanda fontanlarda çimirdik. Yadınızdadır, gözəl bir şeydir. Uşaqların fontanlarda çimməyi çox gözəldir. Bax, indi qış parkı genişləndirilir. Biz uşaqlığımızda, hətta bizim belə deyək, uşaqlarımız da, yəni uşaq vaxtı hansısa bir fontana girirdilər, çimirdilər, danlayırdıq ki, olmaz, olmaz. Baxın, əgər bu varsa, buna ehtiyac varsa, bax, indi bizdə qış parkı genişləndirilir də, bir Heydər Əliyev parkından başlayaraq, sarayından başlayaraq, ta Hüseyn Cavid parkına qədər gəlir. Bunu genişləndirirlər. Bilirsiniz ki, Yasamal rayonunun Dağlı məhəlləsi deyilən hissədə orada genişlənmə gedir, park. Orada niyə süni çimərliklər salınmasın, gölməçələr salınmasın? Həm şəhərin havası yumşalacaq, rütubət lazımınca qədər olar, yaşıllıq oradan su götürəcək, həm də yağış sularını təmizləməklə və yaxud ora yönəltməklə çimərliklər etmək olar ki, balaca uşaqlar üçün, həm bizim nəzarətimizdə olar. Bəzən problem nə olur? Çimərlik mədəniyyəti ilə bağlı bizim çox böyük problemlərimiz var. Bizim Fövqəladə Hallar Nazirliyi bilirsiniz ki, xilas etmə dəstələri var. Çimərliklərdə olan hər birinin nümayəndəliyi var. İstər pullu, istər pulsuz çimərliklərdə. Amma cavanlar özlərini, nə bilim, bəlkə də qızlara göstərmək üçün və yaxud özlərini təsdiq etmək üçün qadağa edilmiş zonadan kənarda qayıdıb gedib çimirlər. Səhər heç kim nəzarətçidən işə gəlmədiyi bir vaxtda, gecələr icazə verilmədi, 8-dən sonra biz ki, qadağanla çimmək, amma çimərlikdə oturmaq, istirahət eləmək olar. Gör xanım, o zaman gəlirlər, suya girirlər qaranlıqda və problemlər yaradırlar. Nə qədər, indi birazdan başlayacaq, Allah eləsin ki, olmasın, boğulmalar, suda batmalar var. Nə qədər insanları dövlət olaraq həmin Fövqəladə Hallar Nazirliyinin əməkdaşları xilas edirlər. İnsanlar, bax, çimərlik mədəniyyətinə yiyələnməlidirlər. Bilməlidirlər ki, nə etmək olar, nəyi etmək olar, nəyi etmək olmaz. Çimərlikdə axı tum çırtlamaq üçün olmaz, yeri yoxdur onun. Siz çimərlik gəlirsiniz zövq almaya, hərəkət eləməyə, aktiv olmağa, suda insanın özünün 70% sudan ibarətdir, düzdürmü? Dəniz suyunun yodundan tutmuş, onun tuzuna qədər, minerallarına qədər siz gedin, bədənizi orada istirahət edin. Müəyyən vaxtlarda, yəni bilgili adamların, həkimlərin, tibb işçilərin dediyi bir vaxtda. Siz gedirsiniz, o çimərliyi əgər pis günə qoyursunuzsa, artıq problem sizdədir. Çimərlik mədəniyyətsizliyi artıq sizin simanızda etifa edir, göstərir özünü. Bu baxımdan bizim maariflənmək üçün çoxlu istiqamətlərimiz var. Bizdə çimərlik voleybolu niyə inkişaf etmir? Baxmayaq ki, bu və digər dərəcədə var. Çimərlik futbolu niyə inkişaf etmir? Baxmayaq ki, bu və digər dərəcədə var. Bu yaxınlarda bizim bilirsiniz ki, biz həmişə futbolda deyirdik ki, zəifi, halbuki bizim mini futbol komandası həm Avropa birincisi oldu, həm dünya bir. Bu unikal bir hadisədir. Biz illərlə gözləyirdik ki, futbolda biz nələrsə yer tutayıq, düzdürmü? Mən bildiyim qədər çimərli voleybolu, çimərli basketbolu və həndibolu kimi sahələr var ki, çimərliklərdə bunu inkişaf etdirməliyik. Könül xanım, görürsünüz Ceyhun bəy də biraz kökəlib, mən də biraz kökəlmişəm. Etik olaraq sizi demirik, siz arıqlamışsınız maşallah, yaxşısınız. Yəni ki, ad günü ilə bağlı müəyyən prosedurları keçirsiniz. Amma baxın, siz deməsə dayana bilmir. Fikir verin, bizdə son vaxtlar 60% kökəlmə gedir. Fast foodların yiyilməsi, hərəkətsizlik, bütün günü sosial şəbəkələrdə oturmaq, evin içində özünü həbs etmək. Bax, çimərlik mövsümü və mədəniyyəti bu baxımdan bizə unikal hadisələrlə üzləşdirir və deyir ki, durun, gedin, hərəkət edin çimərliyə, dənizdə çimin, voleybol oynayın, isti qumda həm bədəninizin ağrıları geçsin, bilirsiniz ki, tibbi baxımdan unikaldır bizim çimərlilərin qumlar. D vitamini qəbul edin, ən əsası futbol, voleybol, hərəkət edin, qışqırın, nə bilim, güləşin. Evdə, toyda, nə bilim, mənzildə, məhəllədə dalaşmaqdansa gedin orada dalaşın idman yarışmalarını və sizin enerjiniz qoy ora axsın, arıqlayın, hərəkət edin. Çünki hərəkətsizlik bütün problemlərin və bütün başımıza gələn xəstəliklərin həm də problemlərin əsasını təşkil edir. Hərəkət, dünyanın özü hərəkətdə deyilmi? Hər gün niyə gün açılır və axşam gəlir? Hərəkət, ulduzlar çıxır, günəş çıxır, batır, hərəkət. Biz təbiətdən ağıllı mı olarıq?
Düzdürmü Ceyhun bəy? Və bu baxımdan Bəli. mən məsələn Ceyhun bəydən sual vermək istəyirəm. Çox gözəl Olimpiya stadionu, onun ətrafında unikal park, həm yolun bu tərəfində, həm o tərəfində. Üstəlik yeraltı keçidlər var, ora gedə bilərsiniz və göl. Axırıncı dəfə haçan getmisiniz? Ceyhun bəy? Və getmisiniz, xoşunuza gəlməyən nələri görmüsünüz? Belə deyək. Yəni söhbət təmizlikdən gedir. Praktikdən danışaq. Bizə yaxın olan Böyükşor gölünün həqiqətən bir 30 il, 20 il bundan öncəki vaxtına baxanda çox böyük dəyişikliklər, sağ olsun dövlətimiz, insanların rahat istirahəti üçün əla şərait yaradılıb, bu bir mənalı. Siz istirahətdən, məsəl üçün, axşam vaxtlarında insanların dəniz kənarından istirahət eləməsindən yanaşı, həmin gölün ətrafında da həmin ailələr və yaxud da orada neçə bir qonşu birləşərək süfrə salırlar. Bundan gözəl nə ola Süfrə bilər? salırlar. O şam yeməyini orada yeyirlər və Ceyhun siz də eləyirsiniz onu? şəxsən mən Ceyhun xanım, təklif edin Ceyhun bəy də eləsin. Bizi də dəvət eləsin. Biz eləyirik. Biz eləyirik. Yox, bizi də dəvət eləsin bir yerdə. Bu isə insanın birbaşa təbiətlə təmasda olmağının ən unikal təzahürüdür. Yəni bundan o yanası yoxdur. Yəni necə biz deyirik ki, torpaqdan gəlmişik, torpağa qayıdacağıq. Həqiqətən də o torpaqda o əyləşərkən oradan bir rahatçılıq, bir su qəbul, nəsə bir kiçik bir nemətlərdən istifadə. Yəni o restoranda olduğumuz şəraitdən də, çünki təbiətlə biz təmasda oluruq. Mən səhərlər çıxıram, yəni səhərlər. Bu Səhər yüksək yeməyi səviyyədə. təmiz havada. Həqiqətən. Amma mən həqiqətən deyərdim ki, bilmirəm, insanlarımız əvvəlki bir neçə illərə nəzər salanda həqiqətən də düzdür, yəni biz özümüz də şəxsən ideal deyilik. İnsanlarımız həqiqətən də, yəni sözün əsl mənasında mən deyərdim ki, o təbiətə də fikir verirlər. Əvvəllər görərdin ki, məsəl üçün o tumlardan istifadə edib tökürlər. Ancaq indi həqiqətən baxsan o yoxdur. Bilmirəm nədən irəli gəlir, qınaqdan irəli gəlir, yoxsa insanlar özlərini... O tum kitabı mənim incə yerimdir, Ceyhun bəy də bilir. Bizim bir yaxın bir dostumuz var, tumu çox sevir, həmişə onunla bizim barsa aparır. Buyurun. Bu gün də yəni biz insanlar bizim üçün yaradılan həm təbii, həm süni bizim bu istirahət mərkəzlərimizdən səmərəli şəkildə istifadə etməklə yanaşı və bizim özümüzə lazım olan o hansı ki istirahətdən zövq almağımız bizim üçün ən belə deyək də vacib şərtlərdən biridir ki, siz vurğuladınız ki, biz fəsilimizin 3 fəslində oturaq şəraitdə, məsəl üçün, evdə keçirdirik, yay mövsümünü səmərəli şəkildə istifadə etmək lazımdır. Bu, həqiqətən də Allah Teala tərəfindən insanlarımız üçün verilmiş ən gözəl təbiətin yay fəslindən, yaz fəslindən, neymətlərindən biridir və insanlar da həqiqətən bunu dəyərləndirməlidir ki, bu bizim sağlamlığımız üçün ən vacib şərtlərdən biridir. Biz danışanda elə çıxması ki, yalnız Bakıda bu şərait yaradılır. Bölgələrimizdən. Bölgələr gəlib axışması. Əksinə, bölgələrimizdə siz özü də bilirsiniz. Getmişik. Məsələn, Gönül xanım, bilmirəm, siz bilirsiniz ya bilmişsiniz, Hacıqabulda, Salyanda göllər var ki, Lənkəranzad, o məşhur yerlərdə, Qubazad, bunlar turizm mərkəzləridir. İnanırsınız, bir-birinin dalıcı SMS-lər gəlir, təşəkkürlərini bildirirlər ki, çox gözəl bir mövzuda. Hamı da bizi harası dəvət edir. İnşallah, çox böyük dəvəti çox eləyin, gələrik. Məmnuniyyətlə gedib praktikada görəcək. Çəkiliş eləyirik. Abşerondan tutmuş, bir çox deməli, Şamaxı yolu istiqamətində, hətta adicə Sumqayıt yolu və Novxanı tərəflərində nə qədər göllər var ki, səmərəli biz istifadə etmirik. Yəni, Masazırda bilirsiniz ki, Yod gölü vardı vaxtilə, indi düzdür, orada duz istehsal olunur. Amma Bakının bu Ələt istiqamətində də yodlu və duzlu göllər var. Təsvir olsun ki, onların bir çoxları qurudulur. Bilmirəm bunu kim edir, nə üçün edir, hansı siyasət edir. Amma fikirləşirəm ki, dövlət bunu nəzarətə almalıdır. Orada o təbii gölləri də saxlamaq lazımdır. İnsanlarımız axmaq deyil, əsrlər boyu həmin təbii göllərdə, palçıq vulkanlarında gedirdilər. O vaxt axı texnika, o vaxt dərmanlar, səhiyyə bu qədər inkişaf etməmişdi. Ona görə də təbii yollarla özlərini dəri xəstəliklərindən tutmuş, nəfəs xəstəliklərinə qədər, qan damar sistemində olan problemlərdən tutmuş, ürək xəstəliklərinə qədər, hərəkət dayaq sistemindən tutmuş, beyin və nevroloji xəstəliklərə qədər məhz bu təbii yerlərdə istirahət etməklə, istirahətlərini qurmaqla özlərini müalicə edirdilər. Gönül xanım, mənim yadıma gəlir ki, mən uşaq olanda
yaşlı nəslin nümayəndələri Lənkəranda dənizin sahillərində, qumluqlarda saatlarla uzanardılar. Birincisi orada mənfi enerji, müsbət enerji ilə əvəzlənərdi. Çünki torpaqdan, qumdan da gələn, hətta bilirsiniz də kimisə elektrik enerjisi vurubsa, onu yerdə uzadırlar ki, o getsin o mənfi enerji. Bir də bir məsələyə toxunmaq istərdim. Uşaq bir də görsən doğulur, onda rahatlik problemi olur ayaqlarında. Onu mütləq şəkildə deyirdilər ki, dəniz suyunda onu vanna olunsun və dəniz qumuna ayaqları bastırılsın. Və bastırılırdı da. Çünki mənim də doğmalarımdan birinin belə bir problemi olub. O, bax buracan belə deyək, quma bastırılırdı. Başına da bir papaq qoyulurdu, geniş belə yay papağı da qoyulurdu. Otururdu uşaq. İnarsınız, o uşağın əyri ayaqları düz. Bu bir misaldır. Məsələn, mən bildiyim qədər də Ceyhun bəy vaxtilə bizneslə məşğul olub. Bax, indi təklif edirəm, Ceyhun bəy, niyə də siz dəniz suyunu böyük bidonlarda satışını təşkil edəməyəsiniz? Bu adamlar var, tənbəldir, dənizi getmir. Bəzi adamlar var, iyrənirlər, dənizi getmir. Həmin dəniz suyunu gətirib, məsələn, vannalarda istifadə etmir. Niyə gülürsünüz ki? Az mı olub ki, siz Türkiyədən, İsraildən və digər ölkələrdən dəniz duzlarını alıb vannaya töküb, ondan qəbul edirsiniz? Aynıxan müəllimin sözünə qüvvət bizim marketlərimiz. Yaxşı ideya verir. Bəli, Aynıxan müəllimin sözünə qüvvət bizim dəniz məhsullarından, belə deyək də, marketlərimizdə, bilmirəm, fikir vermişsiniz, o tumların üzərində yazılır ki, dəniz duzlu qatkıdan istifadə olub, o tumlardan biz də istifadə edirik. Həqiqətən də onun da bir duzun da hər hansı bir xeyri var bizim orqanizmimiz üçün. Ancaq Aydınxan müəllim düz dedi. Çünki o sonunda mən şahidi olmuşam, dəniz suyunu evə gətirib duş kimi qəbul edilən şəxslər də var. Vannada qəbul edilən. Bunun yəni biznesində qurmaq olar. Bu əlbəttə ki, bu bir tərəfdən, digər tərəfdən çimərliklərdə bəzən çox böyük məsrəflər deməli sərf edirlər, restoranlar və s. tikilər, bunlar da lazımdır. Amma çimərliklərdə dövlət qurumları, bələdiyyələr şərait yaratmalıdır. Bizim gənclər özləri üçün iş yerləri yaratmalıdırlar. Mövsümi iş yerləri və yaxud daimi iş yerləri. Niyə də indi KOBİA var da, bilirsiniz də, kiçik və orta sahibkarlığa dəstək fondu. Onlar bəzi layihələr işləyiblər. Məsələn, kofe maşınları, məsələn, tezbazar yeyinti məhsulları satılan, bişirilən maşınlar və kiçik belə furqonlar. Bax, çimərliklərdə də elə şəraitlər yaratmaq lazım. Düzdür, xalq bunu eləyir. Məsələn, qarğıdalı, bizdə Lənkəranda Məkkə deyirlər ona, qarğıdalının qaynadıb çimərliklərdə satılmasına tutmuş, piraşkilərin, qutabların bişirilməsinə qədər. Amma bunu bir sistemə çevirmək lazımdır. Sərin ayrandan tutmuş digər təşkil etmək olar da, düzdürmü? Reyhan kompotundan tutmuş. Niyə restoranlarda reyhan şirəsi bizə verə bilərlər, sata bilərlər? Bu çimərlikdə olmasın. İndi bu xidmət sahəsidir, əyləncə sahəsidir Ceyhun bəy, siz bunu bizdən daha yaxşı bilirsiniz. Bunu təşkil etmək lazımdır. İşsizlik, süni intellekt, robotlaşma, gələn yeni texnologiyalar və hər şeyin hazırı artıq ona gətirib çıxardır ki, bizdə çox böyük dünyada olduğu kimi işsizlik ordusu yarana bilər. O işsizlik ordusunu yönətmək lazımdır həmin o xidmət sahələrinə. Köy xanım, niyə olmasın? Niyə dəniz masaj işləri bizdə yaradılmasın? Çimərdə xüsusi masaj eləyənlər, Naftalanda var da, düzdürmü? Səhiyyə və tibbi masajlar var. Niyə tutalım dənizdə bizdə moda həftələri keçirilməsin? İndi sağ olsun Emin Ağalarov, bilirsiniz, Sibrizdə müəyyən orada konsertlər olur, beynəlxalq əhəmiyyətli konsertlər təşkil olunur. Amma niyə çimərli yarışları olmasın, voleybol, futbol və s. güləş və s. Niyə çimərli, məsələn, mətbəx festivalları təşkil edilməsin ki, insanlar ora cəlb olunmasın və insanlar yeni iş yerləri yaratmasın, pul qazanmasın. Sözün düzü, mən bir 3-4 gün bundan öncə bu Sibrizdən Birgəhə gedən istiqamətdə böyük bir boş sahəli var, hansı ki, orada heç bir tikinti yoxdur, dəniz kənarı. Getdim dənizin kənarına, deməli, bəlkə dediyim bir 100-ə yaxın xüsusi o belə kiçik ölçülü çadırlar var idi. Ondan düzülmüşdü. İndi o lager kimi tipli müəssisələr düşərgələr təşkil edilmişdi. Onu bilmirəm hansı qurum təşkil edilmişdi. Çox belə unikal bir görünüşü var, xüsusi işıqlardan da istifadə olmuşdur və generatordan fikir verdim ki, ora işıq ötürüblər və hesab olunur ki, orada gecə yəqin onlar gecələyəcəkdilər ki. Biz inanma istəyirdik ki, Ceyhun bəy orada bir
bir iş adamı kimi baxıb ki, burada bir obyekt açmaq olar ya yox. Yəni yay gəlir. Əslində bax biz zarafat edirik. Maraqlıdır. Bax siz məsələn mən böyüməmək istəyirəm ki, Könül xanım bəzən dini baxışlarına görə və yaxud ailə baxışlarına görə qadınlar məsələn ərləri ilə yox tək getmək istəyir, amma qadınlarla olmaq istəyir. Niyə qadınlar üçün ayrıca məsələn bir çox yerlərdə var, buna qəribçiliyə salır, amma normal bir haldır. Niyə qadınlar üçün, ailələr üçün ayrıca çimərliklər olmasın? Bəzən qadın var ki, utanır da, düzümü çimərlik utanır. Niyə siz o işi təşkil eləməyəsiniz? Kölxan, düzdür, burada insan hüquqları məsələsi deyil ha burada. Bir də elə fikirləşəsiniz ki, bəzən tamaşaçılar bu nədir, indi təzə şey çıxardır. Niyə qadın taksisi ola bilər, bərbəri ola bilər, çox üzr istəyirəm, qadın tualeti ola bilər və s. ola bilər, amma qadın çimərliyi olmasın. Qadınların hüquqları qorunmasın o mənada. Ya ailə çimərliyi olmasın, ya uşaqlar üçün ayrıca çimərliyi olmasın. Çünki bunlar fərqli-fərqlidir. Biz elə çimərlik deyəndə fikirləşək ki, hamısı 50-cə o Sovet dövründə hamısı düşdü dənizə, çimli çıxdı gəldi. Oradan da indi yaxşı ki bizdə akula zad yoxdur da, balina zad yoxdur. Kimisə tutub burada yeyir. Amma ümumən götürəndə bir çox yerlərimiz var ki, orada həqiqətən də təhlükələr var. Məsələn, Zilə tərəfdə vaxtilə bilirsiniz ki, ilan ferması olub, bilirsiniz ki, ilan artımı və çox bahalı gürzələr. Bəli. Sonra SSR dağılanda vəziyyət ağır oldu. O SSR dövründə olub əvvəllər. Məsləhət görüldü ki, o ilanları fikirləşdi ki, nə eləyək? Bəziləri dedi ki, sata, o heç kim almırdı. Zəhər artıq istəsə eləyə bilmirdi. Bəziləri dedi, sonra dedi ki, gəlin Ziləyə buraxaq. Bunu buraxdılar Ziləyə. O vaxtda indiki kimi deyil də, hələ evlər tikilməmişdi. Yəni indiki kimi Bakı genişlənməmişdi. Açıq sahələrə o ilanların bir çoxları orada çoxaldı. Və indi orada dənizə gedənlər biraz ehtiyatlı olmalıdır. Çünki orada güclü də ola bilər digər ilanlar. Həmin ilanları öldürmə olmaz. Bunlar təbiət hadisəsidir. Qəti qadağandır. Çünki qırmızı kitaba düşürlər. Amma çimərlik orada biznesini yaradanlar buna xüsusi fikir verməlidirlər ki, o ilanlarla bağlı. Bilirsiniz ki, indi müəyyən ölkələrdə istehsal olunur. İlanları qaçırtmaq üçün müəyyən cihazlar var. O cihazlardan orada quraşdırmaq lazımdır. Uşaqlı ailələr gedəndə ehtiyatlı olmalıdır. Mən nə üçün deyirəm ailəli çimərliklər və s. Cəməl, biz iş adamlarımızı təklif edirik ki, bunları şərait dövlət onsuz da sizə yaradıb. Siz bunu eləmək istəyirsiniz. Bax, siz təkliflər eləyirsiniz. Mən istəyirəm hansı məqama toxunaq. O təmizliyi biz saxlamalıyıq. Orada səliqə-səhman saxlanılmalıdır. Proqramın əvvəlində də qeyd etdiyi Leyla xanım Əliyevanın göstərişi ilə, təşəbbüsü ilə özü də rəhbərlik edib. Çox gözəl çimərlikdir. Mən özüm Leyla xanım olmuşam. Dəfələrlə o çimərliklərin təmizlənməsində, ekoloji təmizlənməsində könüllülər orada çalışıb. Yəni mən o çimərlikdə olmuşam. Orada olan səliqə-səhmanı, təmizliyi, hər şeyi görmüşəm. Suyun özü də təmizdir. Çox gözəldir. Yəni bilirsiniz, tək bu sahə nəzarətdədir deyənə bu sahəni biz təmiz deyək ki, bu nəzarət edirlər, bunu təmiz saxlanmalıdır. Və yaxud bura özəldir, özəldir deyənə bura təmiz. Yox, hər yer təmiz olmalıdır. Oranı çirkləndirən də bizik. Bizik. Onu təmiz saxlayan da bizi, orada istirahət edən də bizi. Həmişə onu da deyim ki, son vaxtda dövlətin xüsusi nəzarəti var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumları və vəzifə adamları restoranları cərimələyirlər. Niyə? Kanalizasiya suları və yaxud yemək ilə bağlı tullantıları dənizə axıtdıqlarına görə. Bu yalnız Bakıda yox, Lənkərandan tutmuş da bizim Rusiya-İran sərhədlərinə qədər hər yerdə bu nəzarət var. Bəzən bir fikirləşirsiniz, pul qazanırsınızsa, zəhmət olmasa Cəmin bəy, onun təmizliyinə riayət edin, suyuna filtr qoyun, kanalizasiyanın ümumi kanalizasiya xəttinə qoşun. Çünki bunu vaxtilə mən Türkiyədə niyə dedim? Türkiyədə vaxtilə dəniz pis gündə idi. Onlar da şikayətlənirdi, yazıçılar yazdı, televiziya işçiləri dedilər, filmlərdə biz bunu görmüşük. Amma indi baxırsan, turistlər niyə Türkiyə axır gedir? Tərtəmizdir, göz yaşı kimi təmiz su var dənizdə. Parka baxırsan təmizdir sular. Biz də ona getməliyik. Dəniz suyunun təmizlənməsi. İçməli su ilə bağlı problemimiz var. Şirin su ilə bağlı problemimiz var. Dəniz suyunun təmizlənib yenidən istifadəsi ilə bağlı biz layihələr fikirləşirik ki, necə edək? Düzdür, bahalı layihədir, amma dövlət öz əhalisini fikirləşir, öz ölkəsini fikirləşir, buna gedir. Fikirləşir ki, ev yox, mən kapitalı çox qoyum, amma gələcəyim üçün. Bizim nəyə yadına düşdü? Vaxtilə yadınızdadır, biz yalnız Kürdən gələn, bir də köhnə şor şirin su gəlirdi bu şimal tərəfdən bizə. Şorlar suyu borusundan danışırdı. Amma İlham Əliyev cənabları hakimiyyət deməli prezident seçkilərindən sonra ondan əvvəl Heydər Əliyevdə bu ideya vardı, amma İlham Əliyev onu artıq reallaşdıra bildi. Çünki artıq neft pulları gəlmişdi və bizim iqtisadi cəhətdə imkanımız vardı deyənə yenidən şimaldan bir su kəməri salındı Bakıya. İndi təsəvvür edin ki, o vaxt milyardlarla pul xərcləndi. Hamı sual verirdi ki, niyə? Nə üçün bu pul xərclənir? Amma indi
Yəni ölkənin az qala 50-60% Bakı və Abşeronda yaşadığı bir vaxtda həmin borudan gələn şirin suyun necə qızıl qiymətli olduğunu biz artıq anlamağa başlayırıq. Çox yəni fikrimi tuta bilirsiniz də, biz suyla bağlı bir neçə dəfə danışmışıq sizinlə. İndi təsəvvür ki, bir çox ölkələrdə bizim ölkəmizdə də şirin su, butulkada su alsanız bir qabda, o benzindən daha bahadır, neftdən daha bahadır, düzdürmü? İndi dövlət amma ucuz qiymətə bu suyu gətirdi və bizim hər birimizin evinə verib. Bir çox ölkələrdə şirin su ayrıca xəttlə gəlir. İndi yəni ki, biz də o proqrama getməliyik. Mən bunu nə üçün dedim, indi izahını verəcəm. Və texniki su ayrıca gəlir. Məsələn, ayaq yolunda və vannada siz texniki sudan istifadə edirsiniz. Amma bizdə hələ ki, o bahalı su hər yerə verilir. Özdə suyun qiyməti elə də baha deyil. İndi təsəvvür edin ki, dəniz suyunu biz nə günə qoyuruq? Orada balıqlarımız ölür və burada çimərlikdən tutmuş işbazlara qədər, biznesmenlərə qədər hər kəsin günahı var. Hər halda dövlət sizə demir ki, iş quranda orada o kanalizasiya suyunu dənizə axıdın, düzdürmü? Yaxud çiməndə orada yemək qalıqlarından tutmuş, paltarlarına qədər. Hətta biz Könül xanım Yeni Yazılar və Səyahətçilər İctimai Birliyi olaraq Lənkəranda bir aksiya keçirdik. O aksiyada nə qədər uşaq bezlərini çimərliklərdən təmizlədi. Dəhşətdir. Nə qədər plastikləri, Cəmə yadınızda yerinə getmiş. İştirak eləmiş. Və Cəmə, biz necə eləyək ki, əhalimiz bunu eləməsin? Əslində Könül xanımın çox məntiqli bir sualı var. Mən belə öz xüsusi yanaşmamı deyim. Könül xanım da vurğuladı, siz də vurğuladınız ki, necə eləyək ki, biz bu təmizkarlığın qoruyub saxlayaq. Necə biz fərdi evlərimizdə necə ki təmizkarlığa riayət eləyirik, tullantıları evin içində tullamırıq. Xüsusi qabı var. Bəli. Bu evimiz biz evimizdən zövq alırıq. Evimizə qonaq gəlir, qohum əqraba gəlir, görür ki, hər şey qaydasında, səliqəsiz. Eləcə də bu həyat da, bu aləm də, bu respublika da, ölkə də bizimdir. Biz getdiyimiz yerdə o tullantıları tullasaq, yəni biz özümüzə ziyan vururuq da, necə ki özümüzə xələl gətiririk. Evimizdə necə təmizkarlığa riayət ediriksə, həyatda da, çöldə də, ictimaiyyətdə də, getdiyimiz istirahət mərkəzlərində də, təbiət qoynunda da, yəni o hallara hər kəs riayət eləsə, mənə elə gəlir ki, heç kimdə günah görməz ki, o qabı kim tullayıb, o tullantını kim tullayıb. Bizlərdən biri tullayıb da onu. Mən tullamasam, başqa şəxs də tullamayacaq təbii ki. Birinci özümüzdən başlamalıyıq. Özümüzdən, şəxsən mən özümdən başlamalıyam. O təbiət qoynunda mən tullantı atsam da başqa bir şəxs də atacaq. Mən atmasam təbii ki o atmayacaq. Hər kəs öz-özünə riayət eləsə, mən elə gəlir ki... Bu son vaxtlarda bir də görürsünüz, eşidirik ki, buna da cərimə yazıldı, ona da cərimə yazıldı. Niyə cərimələr artır? Çünki... Qanunu pozmasa cərimə pozursunuz. vermə. İndi qanunu pozmasan, lap belə cərimə yazılsın, olsun 1000 manat. Sən qanunu pozmursansa... Sənə nə dəxli var onun? Bizim üçündür, bizi tərbiyələndirmək üçündür, bizi maarifləndirmək üçündür. Baxın, düzdür, bunların sayı get-gedə azalır, yəni maariflənmək üçün görülür, nəzarət. Maarifləndirmə hər yerdə bilirsiniz ki, müşahidə kameraları var, artıq hər kəsin əlində mobil telefon var və s. və ilə axır. Amma su basma zamanı gördünüzmü nə qədər plastika ortaya çıxdı? Nə qədər zibil ortaya çıxdı. Tullantılar. Baxın, eləmə olmaz. Bax, biz hələ də, məsələmdə, fikirləşmirik ki, çimərliyə gedirik, çimirik, yemək yeyirik, onu yerə atırırsa, sabahsı gələndə atdığın qidanın mikrobları sənin bədənində oturacaq da, sənin uşağının nəfəsinə gedəcək, sənin ağciyəri bir korlayacaq. Düzdürmü ki? Bəli. Niyə biz bunu etməliyik? Çimərli mədəniyyətini danışanda bu incəliklərdən başlamalıyıq və hər kəs də bunu dərk etməlidir. Yaxşı ki, yeni nəsil artıq buna getmir. Biz indi çox tənqid edirik gəncləri, uşaqları, amma onların çoxu artıq bunu eləmir. Ola bilər ki, təmizlik Allahdan gəlir, təbiətdən gəlir və buna riayət eləmək lazımdır. Üstəlik də sosial şəbəkələr, televiziyalar, maariflənmə öz işini görür. Amma orta nəsildə bizim şikayətimiz var. Xüsusən də xalalar ki, uşaqlarını götürür, ailəsini götürür, gedir. Onlar yeməkləri əla bir məclis eləmişsiniz, amma zəhmət çəkin. Bax, Yaponlar indi nə eləyirlər? Amerikada futbol meydançasında. Futbol qutarandan sonra özləri başlayırlar təmizləməyə, düzdürmü? Niyə də biz eləməyək? Nə üçün? Axı orada zibil yeşikləri var. Adicə, lap evdə indi... Zibil qutuları. Salafan paketlər var da, onu götürün, sumkaya tökün o zibilləri. Hətta zibil yeşiyi yoxdursa da belə, qoyun maşına gətirin öz evinizdə, zibil yeşiklərini atın. Aydın müəllim, mən xaricdə o müəyyən bir ölkələrdə olanda nəyin şahid olmuşam? Tullantılara rast gəlmirəm. Demirəm orada qadağa var, yoxdur. Sadəcə olaraq bilmirəm nədən irəli gəlir. Qadağa var.
Məsələn, biz indi cərimənin çoxluğundan danışırıq. Məsələn, bir saqqızı Sinqapurda yerə atmaq $800. Ancaq mən nəyin? $800 Birinci dəfə. İkinci dəfə $3000. Üçüncü dəfə artıq 6 ay inzibati yatacaqsan həbsxanada. Saqqız. Aydın xanım, mən orada nəyin şahid olmuşam? Keçdiyim orada ərazilərdən, həmin ölkələrdə, ərazilərdə baxmışam, bizdə də var, məsəl üçün müəyyən yerlərdə orada tullantıların qəbulu və onun emalı. Görmüşəm ki, məsəl üçün mən özümüzdən götürürəm də, bizim gördüyüm, bizim ölkəmizdə görsən ki, hər hansı bu butulka qabları müəyyən onların çeşidləridir. Bir alüminium və belə müəyyən tullantılar bizdə olsun bir 10 çeşid. Onlarda mən baxıram ki, bir 50-yə yaxın çeşidin qəbulu var. Adi bu tütün məmulatının tullanması var, yerə tullan. Ona kimi, yəni onu götürürlər, xüsusi insanlar götürürlər, onlar emala yönəldilir və onlara xüsusi ödəniş var da, ödənişin sayəsində. Ona görə də belə sözün əsl mənasında ağac yarpağından başqa, yəni orada başqa bir qeyri-adi tullantı görməzsən. Demək, insafən, indi də baxırıq, məsələn, təmizkarlıq var. Bəli, indi şəhərə baxırıq. Gəlin baxın. Görürsünüz necə təmiz. Ağac yarpaqları var. Bakı kimi küləkli bir yerdə ya, məsələn, var insan. Amma məsələn, mən heç cür insanlara başa düşmürəm ki, hər hansı bir elektronik məhsulun batareykası olur da, akkumulyator ya batareysini, onu necə kölə atmaq olar? Hətta onu zibil yeşiyinə belə kölə atmaq olmaz. Dənizdə, çimərlikdə, qumun üstünə onu atmaq olmaz. Çünki onun tərkibi kimyəvi maddələrdir və əsrlər yox, minillərə lazımdır ki, o təbii şəraitdə buxarlansın ya torpağa qarşısın, element dəyişsin. Onun çox xüsusi yerlər var. İndi Azərbaycanda da bir çox supermarketlərdə mən bilirəm, indi adlarını çəkmirəm, reklam olmasın deyə. Yerlər var ki, onlar verilməlidir ora, təhvil verilməlidir. Əslində bizim bir çox JEC dediyimiz mənzil istismar idarələrindən tutmuş, xüsusi özəl binalarda komendantın yanında bir qutu olmalıdır. Necə ki, supermarketlərdə var, necə ki, Asan var, Dostda var, mərkəzlərində. Həmin qutularda həmin o təhlükəli məhsulu atılmalıdır. Amma biz nəyə baxırıq? Telefonun qoruyucu şüşəsindən tutmuş, bir bazı çatladı, sökür, atır yerə. O da plastikadır, o da kimyəvi məhsuldur. Və indi təsəvvür edin ki, bu tullantı məhsullarını yerə atmaq ən böyük günahdır. Ən böyük günahdır Könül xanım. Mən elədim, nə olacaq ki, bir kötüyünü atdım siqaretin. Kötüyünü atmaqla sən dünyaya ən böyük zərbəni vurmuş olursan. Sən cənnəti cəhənnəmə çevirmiş olursan. Və bunu artıq sivil insanlara, 21-ci əsrin insanlara bunu demək olmaz, Könül xanım. Mən bunu burada danışmamalıyam. Biz verilişdə bunu müzakirə etməməliyik. Biz sadəcə deməliyik ki, necə dəniz suyunu şirin suyuna çevirmək lazımdır, ideya verməliyik. O ideyanı necə istifadə etmək lazımdır. Məsələn, mənim bir xoşuma gəlirdi nə? Bir dəfə biz, hər dəfə uşaqlar balaca olanda, rayona anama dəyməyə gedəndə ideya verirdik. Özüm bir yolunda, bilirsiniz ki, 3 saatlıq yolda. Məsələn, bir dəfə mənim oğlum bir yaxşı ideya verirdi. Dedi, ata, kanalizasiya bir dəfə mən gördüm, çox sürətlə su axırdı orada, dedi, mənə axır. Dedi, niyə də olmasın ki, həmin kanalizasiya suyuna biz elə bir generator kəşf edib qoymayaq, həmin su axanda o enerji istehsal etməsin. Ağıllı fikirdir, düzdür, texniki cəhətdən çətin olsa da ağıllı fikirdir. Mən ideya verdim ki, məsələn, Bakıda neft mədənlərində boruqlar var, düzdürmü? O boruqlar neft çıxarılıb qutarandan sonra boş qalır. Niyə də onu külək dəyirmanında çevirməyə? Eşidirsizmi Gönül xanım? Bir başqa oğlum dedi ki, niyə mobil telefon və yaxud maşının üstündə günəş panelləri qurulmasın və enerji. Artıq bunların bir çoxları reallaşdı ideya olaraq. Amma ideya var da. İsraildə bir maraqlı bir təcrübə var. Bilmirəm, eşitmişsə, İsraildə həm də dəniz suyunu şirin suya çevirən, çimərli mədəniyyətini əla inkişaf etdiyi, səhrada kənd təsərrüfatını inkişaf etdiyi bir yerdir, meşəlik salınan. İndi Çində də o baş verir də. Orada nə idi? Onlar İsrail dövləti quran zaman Yəhudilər hər gün bir ideya ilə çıxış etməli idilər. Belə bir qanun qoyulmuş ki, sən vətəndaşsan, ölkəni inkişaf etdirmək istəyirsən, özünü inkişaf etmək istəyirsən, dünyanın aparıcı ölkəsinə çevirmək istəyirsən, ideya ver. Çində də indi belədir. Çində orta məktəb və tələbələr gündə ideya verməlidir. İdeya verməlisən. Ona görə də Çin bütün dünyanı iqtisadi cəhətdən zəbt etdi. Çində kosmosu zəbt edilməyindən tutmuş, planetin bu başına az qala o başına qədər kanal salınmağa qədər, sürətli qatarlara qədər hər şey istehsal olunur. Yeri gəlmişəm, biz ona görə də Çinlə strateji əməkdaşlıqla bağlı müqavilə bağladı. Çünki cənab bilir, gedir, gəlir, görür orada. Cənab Prezidentimizin təklifi ilə bu deməli müqavilə bağlandı və bilirsiniz ki, Çin deməli şirkətləri
Azərbaycanın mənim çox xoşuma gəldi. Biləsuvarda, Neftçalada artıq günəş elektrik stansiyalarının tikilməsi. Abşeronda vardı o yel dəyirmanları, yəni elektrik dəyirmanları vardı və s. Bu daha da genişləndirilir. Vətəndaş bunu etməyi bacarmalıdır. Məsələn, vətəndaş hətta dənizə getmə imkanı yoxdursa, bahalı hovuzda çimmək, öz uşaqlarını aparmaq imkanı yoxdursa, həmin günəş panelini qoyub ya elektrik dəyirmanını qoyub öz evində kiçik bir hovuz düzəldə bilər də, düzdürmü? Məsələn, o hovuzun həm isidilməsi, həm evin elektrik enerjisinin təmin edilməsində eyb yox, o biraz baha olsun, o cibinizdən geçsin, amma siz təbiəti həm də qorumuş olursunuz. Yəni, bu qədər ideyalar var, bu ideyalar verilir və insanlarımız bundan istifadə etməyi bacarmalıdırlar. Baxın, vaxt vardı ki, iliç lampaları deyirlər, elektrik lampaları, düzdürmü, fənərləri. Bəli, bəli. Çox böyük enerji istifadə olunurdu, bilirsiniz. Amma indi çox belə həm işığı çoxdur, həm elektrikdən istifadə olunur. Şəxsən bizdə həyət evi olduğuna görə həmən ölçülü, böyük ölçülü, müxtəlif ölçülü var. Mən elektrik enerjisinə qoşmadan onları yerləşdirmişəm. Ya enerji qəbul edir, gecə saatda günəşdə. Hə, qəşəng, yəni yüksək səviyyədə. Yəni olmasın? Bir neçə dənə evin dörd ətrafına hasar olan yerlərə eləmişəm. Həm qonşulara da işıq düşür, qonşular da məmnun qalır. Hörmətli, yəni o Çindən təbii ki, həmin Ceyhun bəy, mən də onu eləmişəm. Yəni evdə hətta bizdə müşahidə kameraları, düz elektriklə də işləyən var, amma günəş enerjisi ilə işləyən elektrik kameraları var. Bunlar nə üçün deyirik? Yəni çimərlik mədəniyyəti və çimərlik istirahət mədəniyyəti ilə bağlı innovasiyalara ehtiyac var Gönül xanım. Biz yalnız çəkə, zibiləyi atmayanlar, bunlar insanlar onsuz da bilir ki, eləmə olmazdı. Böyük əksəriyyət bunu eləyir. Amma digər tərəfdən biz necə eləyək ki, yeniliklərlə insanları maraqlandıra bilək? Bu çox önəmlidir. Niyə məsələn bizdə göllərdə hələ də deməli elektriksiz və daxili yanma mühərriksiz lotka deyək də qayıqlar olmasın? Qayıqlar. Bir Koroğlu Dədə Qorqud parkında görmüsünüz də, şəhərin mərkəzi Adam Universitetinin yanında. Bəli. Orada o var, düzdürmü? Mən bildiyim qədərlə Mərdəkanda da var. Niyə də indi onu etməyək? Niyə yalnız üzmək üçün biz getməliyik, ya çimmək üçün getməliyik dənizə, ya hovuza? Niyə də hərəkət eləmək üçün olmasın? Və yaxud, siz çox bahalı gedirsiniz, tutalım da idman qorğularından istifadə edirsiniz. Arıqlamaq üçün, ya bədəninizi möhkəmləndirmək üçün. Unikaldır, əladır. Niyə də çimərliklərdə, təmiz havada, parklarda elə bir cihazlar qoyulmamalıdır? Yeri gəlmişim, bu təklif mən COP29-da da etmişdim. Bəzi yerlərdə elədilər. Gənclər və İdman Nazirliyində bu var. Niyə də elə bir şey, bir var ki, hədər yerə öz əzələrini şişirtmək üçün sadəcə qorğulardan istifadə edirsən. Bir də var ki, həmin qorğulara biz elektrik motorları qoşub, ondan enerji istifadə edilməsi. Sizin əzələnizin enerjisi qoy cəmiyyətə, ölkəyə fayda verə biləcək bir elektrik enerjisinə çevrilsin. Bu cür innovasiyalarla da insanları biz maraqlandıra bilərik. Mən sizin hər ikinizə dərin təşəkkürümü bildirirəm. Axırdır verilişimizin. Siz təsəvvür edin. Biz hələ ideya verəcəkdik, nə qədər danışacaqdik. Heyf, çox heyf. Amma vaxt öz sözünü deyir. Əlbəttə. Maraqlı bir mövzuydu və düşünürəm ki, bax bu fəsildə, bu istilərin gəlməsi, fəsil dəyişir. Düzdür, deyirdilər yay gecikir. Nəysə belə deyək ki, bundan öncəki fəsil çıxmaq istəmir. Amma yaman gəldi ya yay. Yaz biraz özün göstərdi ki, yox mən varam, mən qalıram. Yaydıda hər fəslin öz gözəlliyi var. Artıq dayan, mənim vaxtımdır. Bəli, yay fəslidir, istidir, gözəldir. Bilmirəm, bəlkə də mən yayda doğulmuşam deyənə yay fəslini çox sevirəm. Yazı da sevirəm, amma yayı ümumiyyətlə çox sevirəm. Yox, siz sadəcə ad günündə çoxlu hədiyyələr alırsınız deyənə, ona görə çox yenə başladı. Mən sizə təşəkkür edirəm. Bax, çimərlikdən danışdıq. Hara gediriksə gedək, biz gedirik. Elə eləyək ki, gedib qaydandan sonra deməsinlər ki, onlar bura niyə gəldilər? Çalışın həmişə sevilən qonaq olun, sevilən insanlar olun. Qoy sizin dalınızca negativ fikirlər söyləməsinlər, xoş sözlər söyləsinlər. Gəldilər, çimərlik mədəniyyətini göstərdilər və getdilər. Bundan gözəl nə ola bilər? Aydınxan Əbilov, Ceyhun Süleymanov bugünkü efirlərimizin qonağı idi və hər ikinizə də dərin təşəkkür edirəm. Çox sağ olun. Yaşamaq gözəldir, gözəl yaşamaq ondan da gözəldir. Gəlin, gözəl həyatımızı elə özümüz quraq. Çünki bunların hamısı bizim öz əlimizdədir. Diqqətinizə görə təşəkkür edirəm. Üz-üzəyə baxdınız. Sağ olun.